Hello everyone, salam hər kəsə. Bugünkü dərsimiz yeni 6-cı sinif dərsliyindəndir. Unit 2, Lesson, Listening and Vocabulary. Bölmə 2, dərs, dinləmə və lüğət. Exercise 1, tapşırıq 1. Put the letters in the correct order and write the words about cooking in your notebook. Hərfləri düzgün formada yerləşdirin və sözləri, yeməyə aid olan sözləri dəftərinizə qeyd edin. Then listen, check and repeat. Daha sonra dinləyin, yoxlayın və təkrar edin. Birinci şəkildə biz duş şəkli görürük. Salt, gördüyünüz kimi hərflərin yeri səhvdir. İkincidə onion, yəni soğan. Üçdə fork, çəngəl. Dörddə knife, bıçaq. Beşdə add salt, yəni duz əlavə etmək. Altıda cut the fish, yəni balığı kəsmək. 7-də fry the fish, yəni balığı qızartmaq. 8-də mix the eggs, yəni yumurtanı çalmaq, qarışdırmaq mənasında. Sizə rahat olması üçün qeyd edirəm. Beləliklə 2-də onion, 3-də fork, 4 knife, 5 add, 6 cut, 7 fry, 8 mix sözlərini yerləşdirdik. İndi isə gəlin dinləyək. 1. Salt. 2. Onion. 3. Fork. 4. Knife. 5. Add salt. 6. Cut the fish. 7. Fry the fish. 8. Mix the eggs. Exercise 2. Tapşırıq 2. Listen to the first part of a TV program. Televizor verilişinin ilk hissəsini dinləyin. Write the best title in your notebook. Ən yaxşı başlığı dəftərinizə qeyd edin. Yəni uşaqlar, Cooking with the Chef Jessica, World Food, Master Cook Junior Edition. Bu adlardan hansı bizim dinləməmizə daha çox uyğundursa, o şəkli qeyd edəcəyik. İlk öncə 5-ci dinləməni dinləyək. We've got fish and rice. What can we make? How about making a Korean dish? Korean? Okay, let's make Sang-Sun-Jun. It's fried fish. It is simple and delicious. Good idea. And we can serve it with rice. Let's get started. We've only got 45 minutes. Why don't I cut the fish? Sure. İndi isə uşaqlar, biz hansı başlıq uyğun gəldiyini deyilsə, təbii ki, birinci şəkli işarə edəcəyik. Daha sonra 3-cü tapşırıqda Listen again and write the correct option in your notebook. Yenidən dinləyin, doğru cavabı yerləşdirin. Yəni uşaqlar, biz eşitdiyimiz 3 və ya 2 söz olacaq. Hansı deyilibsə dinləmədən onların altına xəçəcəyik. İndi isə gəlin, hansı cavab uyğundursa onun altından xətt çəkək. Birinci, the participants have got carrots and fish, rice and beans, fish and rice to make a dish. İştirakçıların yemək hazırlamaq üçün yer kökü ilə balıq, düyü və lobya və balıq və düyüdən istifadə edəcəklər. Təbii ki, balıq və düyü deyilmişdir dinləməmizdə. Onun altına xətt çəkirik. İkincidə, they decide to make a French, Korean, Mexican dish. Onlar Fransız, Kore, yoxsa Meksika yeməyi hazırlamışdılar deyildikdə, təbii ki, Korean deyilmişdi. Ona görə Korean adına xətt çəkirik. 4-cü tapşırığa baxırıq. Listen to the second part of TV program. Televizor verilişinin ikinci hissəsini dinləyin. Number the sentence in order to hear them in your notebook. Eşitdiyiniz cümlələri rəqəmləyin. Yəni, cümlələr deyiləcək ardıcılıq olaraq biz hansını eşidiriksə, onların rəqəmlərini qeyd edəcəyik.
Birinci bizə nümunə olaraq verilib. Chef Jessica is coming, don't look at her. Bu birinci deyilən cümlədir. Görək növbəti cümlələrimiz hansılardır? Uh-oh, Chef Jessica is coming. Don't look at her. Okay, James and Olivia. What's your dish? We're making Sang Sunjun, Chef. A Korean dish. Nice. And how do you make it? Well, first we cut the fish with this special knife and put it in the flour. Then we mix the eggs. Yeah, please pass me the eggs. Sure. Right. Use a fork to mix them, okay? Okay, Chef. Oh, and don't forget to add salt to the eggs. Yes, Chef. Then we fry the fish. It sounds delicious. Good luck. Thank you, Chef. 1'e B variantı özləri qeyd etmişlər. Chef Jessica is coming, don't look at her. Aşpaz Jessica gəlir, ona tərəf baxma. A'də a Korean dish, Kore yeməyi. Nice, gözəl. And how do you make it? Onu necə hazırlayacaqsınız? D variantı gəlir daha sonra. Well, first we cut the fish with a special knife. İlk öncə biz balığı xüsusi bıçaqla doğrayacağıq. Sonra then we mix the eggs. Daha sonra biz yumurtanı qarışdıracağıq. Daha sonra 5 gəlir. Don't forget to add salt to the eggs. Yumurtaya duz əlavə etməyi unutmayın. Son olaraq 6 gəlir, yəni E variantı. It sounds delicious. Good luck. Dadlı səslənir. Uğurlar olsun. Bu formada yerləşdiririk. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.